açacaq. Tələbə kreditləri məhz bu maneələri aradan qaldıraraq gənclərə təhsildə bərabər imkanlar yaradır. Bəs bu kredit sistemi necə işləyir ümumiyyətlə? Tələbələr üçün hansı qapıları açır və eyni zamanda bu krediti əldə etmək üçün hansısa çətinliklər mövcuddurmu? Əməkdaşımız Aysu İbrahimzadə bu məsələni araşdırıb, gəlin birlikdə baxaq. Nəticələr açıqlandı. Xəbər gəldi ki, pulluya qəbul olmuşam Azərbaycan Memarlıq və İnşaat Universitetinin ekologiya mühəndisliyinə. Fikrimizə də gəldi ki, əvvəlcədən də xəbərimiz var ki, təzə tələbə krediti var. Müraciət eləyəsi olduq. Xəbər gəldi bizə, təsdiq xəbər gəldi. Biraz vaxtdan sonra universitetin özünün büdcəsinə köçdü. Beləcə birinci kursu başa vurdum. Memarlıq və İnşaat Universitetinin tələbəsi olan müsahibim Nicat Osmanlı universitetə ödənişli əsaslarla qəbul olunub. Təhsil haqqını ödəmək üçün də 2 ilə yaxındır ki, təhsil tələbə kreditinə müraciət eləyir. Nicatın sözlərinə görə təhsil tələbə krediti sistemi ilə təhsil haqqını ödəyərək təhsil ala bilib. Ödənişi geri verməsi üçünsə vaxt çoxdur. 7 ildən sonra ödəməliyəm. 4 il universitet, 2 il əsgərlik falan hər şey onun içində olmalıdır. Faiz mən illiyim 2000-dir. Hal-hazırda 2050 manat borcum var. Belə də hesablayanda ilinə yox, semestrə 25 manat düşür daha doğrusu. Nicat Osmanlı kimi təhsil tələbə kreditlərinə müraciət edənlərin sayı ildən ilə artır. Müraciətlərin sayında həm tədris, həm də təqvim illəri üzrə artım tempi müşahidə olunur ki, bu da kredit mexanizminin uğurla tətbiq olunmasının göstəricisidir. Təhsil tələbə krediti fondunun rəsmisi Gülnar Zeynalova belə deyir. Onun sözlərinə görə fond bütün ixtisaslar üzrə əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə sosial və standart növ kreditləri təqdim eləyir. Fondun fəaliyyət dövrü ərzində 61 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesabına köçürülmüşdür ki, onlardan 37 milyon manatdan çoxu standart növ təhsil tələbə kreditinə, 23 milyon manatdan çoxu isə sosial növ təhsil tələbə kreditinə şamil edilmişdir. Cari ilin, yəni 2025-ci təqvim ili üzrə 20 minə yaxın təhsil tələbə krediti rəsmiləşdirilmişdir ki, bu rəsmiləşdirmə əsasında 19 milyon manatdan çox vəsait təhsil müəssisələrinin hesabına köçürülmüşdür. Yeri gəlmişkən tələbə kreditləri 2 növ ayrılır: sosial və standart. Sosial növ təhsil tələbə krediti illik 2% verilir və müraciət edən tələbənin və ya valideynin sosial statusunun olması tələb olunur. Standart növ təhsil tələbə krediti isə illik 6% dərəcəsi ilə verilir. Tələbənin EMC-si 71 bal üzəri olmalıdır. Digər tərəfdən tələbə təhsil haqqının 20%-ni özü ödəməlidir. Qeyd eləyək ki, standart təhsil tələbə krediti verildikdə tələbənin birinci tədris ilinin ilk semestri üçün Dövlət İmtahan Mərkəzinin imtahanında əldə etdiyi qəbul balına baxılır.